Salamünaleyküm əziz izləyicilər və usta yoldaşlarım. Bugün maraqlı bir mövzu haqqında video çəkmək istədim. Yəqin ki, hər bir alçıpan ustası həyatında bir dəfə də olsun belə bir sualla qarşılaşıb ki, usta hamam otağına alçıpan vurmaq olar. İndi bu günlərin bugünkü videomda mən istədim ki, həm alçıpan haqqında, həm alçıpanların təyinatı haqqında bir balaca məlumat verim ki, yəni hansı alçıpan hara üçün istifadə olunur. Bu yəqin ki, bilməyən bizim ustalarımız üçün də və müştərilər üçün də məlumatlandırıcı bir xarakter daşıyır. Birinci növbədə alçıpan haqqında belə qısa bir məlumat verim ki, birinci alçıpan lövhəsi 1894-cü ildə Amerikada bir nəşriyyat evinin belə deyək də sahibi olan Augustin tərəfindən təsadüf nəticəsində meydana gəlmişdir. Və 1920-1930-cu illərdə müəyyən bir inkişaf dövrünü keçmişdir bu material. Amma daha gözəl, daha intibah dövrünü 1900, yəni 41-45-ci il 2-ci Dünya müharibəsindən sonra Avropa şəhərləri tamamilə dağıdıldığı üçün və Avropa şəhərlərini təcili sürətdə və tez bir zamanda təmir etmək lazım idi. Şəhərləri yenidən şəhər salmaq lazım idi və bunun üçün də onlara tez başa gələn, istifadəsi asan olan keyfiyyətli bir mal lazım idi və buna görə də Knauf qardaşları tərəfindən alçıpan lövhələr patentləşdirildi və alçıpan lövhəsi indi bizim tanıdığımız alçıpan halı şəklinə gələrək istifadə sahəsi genişləndirildi. Yəni bu alçıpan lövhələrindən həm çöl işlərində, həm dam işlərində, həm döşəmə işlərində istifadə etmək mümkündür. İndi isə alçıpanın bir neçə bildiyimiz və bilmədiyimiz növləri haqqında məlumat vermək istəyirəm. Hamıya maraqlı olsun. Bildiyimiz, yəni hamının tanıdığı adi ağ alçıpan, çoxları boz alçıpan da deyir. Yəni adi ağ alçıpan sadə təmirlər üçündür. Yəni sadə bir yer üçün, yəni sadə şəkildə tavana vurmaq üçündür. Və 9.5 millimetrlik alçıpan isə belə deyək, fiqur işləri üçün, dekor işləri üçün, əymə işləri üçün müəyyən avalları həyata keçirmək üçün istifadə olunur. 12.5, yəni 12 yarımlıq yaşıl alçıpandan nəmə davamlı alçıpan kimi tanıyırıq hamımız və onu hamımız nəmə davamlı alçıpan kimi də istifadə edirik. Bundan əlavə qırmızı rəngdə olan yanğına davamlı alçıpan var. Daha sonra isə yüksək səs uduculuğa malik olan akustik alçıpan və s. və bu akustik alçıpan kimi digər növləri də var. Biz indi danışaq, məsəl üçün, dediyimiz qırmızı alçıpandan, yəni yanğına davamlı olan alçıpandan danışaq. Yanğına davamlı olan alçıpan həm